Deməli bu plaşı mən cəmi 17 manata almışam. Hansı plaş? Bu axı pencə idi. Yox, bunu demirəm. Bunun üstündə plaş var. Siz görmürsünüz çünki bu plaş nevidimkadır da, yəni görünməyən plaş, nevidimka. Çindən gətiriblər mənim üçün, sağ olsunlar. Cəmi 17 manata. Hansı brenddir? Brend. Mən ümumiyyətlə bu sözü sizdən birinci dəfə də eşidirəm, amma söz verirəm ki, onun mənasını gələn dəfə öyrənəcəm. Ondan sonra bax bu ayaqqabını mənə pulsuz düzəldib hədiyyə ediblər. Şagirdlərimiz əmək dərsində, məktəbdə, onlar da sağ olsunlar. Ondan sonrasına bax bu orijinal Rolex-i mən pulsuz əldə etmişəm, dominoda udmuşam. Ondan sonra da mənim brilyant üzüyüm var idi, onu da mən nəftdə uduzmuşam. Ondan sonrasında bir maşınım var, maşın almışam cəmi 7 manata. 7 manata maşın olar? Niyə olmur ki? Bax bu maşını verirəm. Sağ olsun, oyuncaq dükanı müdürü mənə endirim elədi. Hamıya 10 manata satır, mənə 7 manata. Belə.